Dərsə xoş gəlibsiniz. Bugün mən şəfa barədə danışacağım. Dərsə nədən başlayırıq? Adətən məsihçi həyatı barədə danışarkən nədən başlayırıq? İsa'ya baxırıq. İsa həmişə nə eləyirdi? Vəz eləyirdi və xəstələrə şəfa verirdi. Niyə o həm vəz edib, həm də şəfa verirdi? Çünki İsa çarmıqdakı ölümü ilə günahlarımızın bağışlanmasını mümkün eləmək üçün qurban oldu. Eyni zamanda İsa insanları xəstəlikdən azad eləmək üçün çarmıqda öldü. Xəstələrə şəfa verməklə bunu göstərdi. Amma bununla bitmədi. İsa dedi, məhsul boldur, işçi isə az. Yəni İsa bunu öz elədikdən sonra 12 şagirdin yanına çağırıb eyni şeylər eləməyi onlara tapşırdı. Müjdəni vəz eləyin və xəstələrə şəfa verin. Yenə dedi, məhsul çoxdur, işçi azdır. Buna görə daha 70 şagird çağırdı. Onlara da həmin tapşırığı verdi. Müjdəni vəz eləyin, xəstələrə şəfa verin. Amma bu da kifayət deyildi. Onda isə tapşırdı, gedin, bütün millətləri mənim şagirdim eləyin. Onları vəftiz eləyin və sizə əmr elədiyim hər şeyə riayət eləməyi onlara öyrədin. İsa nə əmr eləmişdi? Müjdəni vəz eləyin və şəfa verin. Bu çox sadədir. Hətta uşaq bunu belə başa düşə bilir. Amma bugün dindar adamlar var ki, Allahın sözünə riayət eləmirlər. Onlar bir ayəni kontekstdən çıxardırlar. Məsələn, Paulun cismində olan tikan barədə və ya başqa bir ayəni kontekstdən çıxardırlar. Məsələn, İsa öz doğma yerində adamların imansızlığına görə şəfa verə bilmədi. Dindar adamlar oradan-buradan bir aya götürürlər və İsa'nı başqa cür təqdim edirlər. İsa'da artıq qüdrət yoxdur və o şəfa verə bilmir. Biz də onun tapşırığını yerinə yetirməməliyik. Ümid edirəm, bugünkü dərs sizi oyandıracaq və sizə kömək edəcək. Siz Rəbb İsa'ya itaət edəcəksiniz və onun əmrinə riayət edəcəksiniz. Hansı əmrinə? Müjdəni vəz eləmək və xəstələrə şəfa vermək əmrinə. Dərsə xoş gəlibsiniz. Bu 5-ci dərsdir. Əvvəlcə dua eləmək istəyirəm. Ata, sənin işlərinə görə sənə minnətdaram. Adamların söylədiyi şəhadətlərə görə sənə minnətdaram. Sən bu dərslərdən istifadə edərək adamları azad edirsən. Mənə kömək elə ki, sənin kəlamını çatdıra bilim. Sənin istədiyini öyrətməyə mənə kömək elə. Bu dərslərə baxan hər bir adam üçün dua eləyirəm. Onların gözlərini, qulaqlarını və ürəklərini aç. Səni görsünlər, səni eşitsinlər. Onlar üçün hazırladığın hər şeyi qəbul eləsinlər. Müqəddəs ruhunla gəl və dəyiş. İsa'nın adı ilə dua edirəm. Amin. Bugün şəfa barədə danışacaq. Bu vaxta qədər əsas mövzu şagirdlik idi. Biz İsa'nın şagirdləriyik. Biz bu yer üzündə Məsihin nümayəndələriyik. Keçən dəfə dedik ki, şagird ustadan üstün olmur. Amma ustadan öyrənib bitirdikdən sonra usta kim olur? Luka 6:40-cı ayə. Şagird İsa'nın ardınca gedir. Şagird öyrənib bitirəndə usta kim olacaq? İsa kim olacaq? Bizim məqsədimiz də elə budur. Hər bir kəs, bizlərdən hər birimiz İsa'ya bənzəyək. Təkcə sözdə deyil, əməldə də belə eləyək. Biz İsa Məsihin bu yer üzündə bədəni olaq. Əvvəlki dərslərdən birində demişdik ki, biz Allahın məbədiyik. Mən Allahın məbədiyəm, mən kahinəm.
Mən adamları suda vəftiz eləyə bilərəm. Müqəddəs kitab mənə nə deyirsə, mən hər bir şey eləyə bilərəm. Məsihi ölülərdən dirildən həmin müqəddəs ruh, qüdrətli ruh məndə yaşayır. Bu dərslərin nəticəsində mənə müxtəlif yerlərdən bir çox şəhadət göndəriblər. Adamlar azad olurlar. Əvvəlki dərslərin birində bir nəfər barədə sizə danışdım. O bu dərslərə baxdı və onda oyanış baş verdi. İlk məhəbbət ona qayıtdı. Uzun illər əvvəl o Məsihi ilk tanıyanda qəlbində alov var idi. Amma kilsəyə gəlməyin nəticəsində, kilsənin proqramında iştirak eləməyin nəticəsində həmin alov sönüb getdi. Bu dərslər vasitəsilə həmin alov ona qayıtdı. Son həftələr ərzində xəstələr üçün çox dualar eləyir və onlar şəfa tapırlar. Tezliklə 4 nəfəri suda vəftiz eləyəcək. Həyatımda ilk dəfə suda vəftiz eləyəcək. Son həftələrdə Məsihə gətirdiyi 4 nəfəri o, suda vəftiz eləyəcək. Mən bunu çox xoşlayıram. Bu Allahın işidir. Baxın, həmin bu adam ilk məhəbbətini itirmişdi. Amma bu dərslər nəticəsində dindarlıqdan azad oldu. Ona yeni cəsarət gəldi. Xəstələrə şəfa verdi. Onları Məsihin yanına gətirdi. İndi də onları suda vəftiz eləyəcək. Başqa bir adam Finlandiyadan mənə yazdı. Çox gözəl bir şeyin baş verdiyini dedi. Dedi ki, mən mətbəxdə xörək pişirəndə kimsə qapını döydü. Bu qonşuydu. Bu qonşu qadın özünü pis hiss eləyirdi. Problemləri var idi və xahiş elədi ki, mən onun üçün dua eləyim. O stres keçirirdi. Amma dua vaxtı həmin stres onu tərk elədi. Günah və bağışlanma barədə söhbət edildilər. Qonşu qadın etiraf elədi ki, cadugarlıq ilə məşğul olurdu. Onda fövqəltəbii bir qüvvə var idi. Amma qadın onu xoşlamırdı. Ondan azad olmaq istəyirdi. Və dua eləməyə başladılar. Yəni bu adam ömründə heç vaxt cin qovmamışdı. Sadəcə əmr elədi ki, cin çıxsın. Duanın bir neçə dəqiqəsindən sonra qadının daxilində nəyəsə hərəkət eləməyə başladı. Qadın birdən özünü çox pis hiss eləməyə başladı. Daxilində nəyəsə baş verirdi. O qorxuya düşdü. Dua edən adam da qorxuya düşdü. Çünki başa düşdü ki, bu cin idi. Onda dillərdə danışmağa başladı. Getdikcə daha yüksək səslə dillərdə dua eləyirdi. Sonra mənə burada belə şeylər yazır. Əvvəlcə mən dillərdə dua eləməyə başladım. Çünki nə eləməli olduğumu bilmirdim. Daxilimdə müqəddəs ruhun daha da gücləndiyini hiss eləyirdim. Birdən çox yüksək səslə danışmağa başladım. Sonra başa düşdüm ki, dillərdə dua eləyərkən qışqırıram. O qədər yüksək səslə qışqırırdım ki, daha sonra səsim batdı. Mən qışqırarkən məndə çoxlu səlahiyyət var idi. Bunu sözlə ifadə eləyə bilmirəm. Sanki murdar ruha getməyə əmr eləyirdim. Amma nə dediyimi anlamadım. Çünki dillərdə danışırdım. Qonşu yerə sərildi. Mən davam elədim. Bundan sonra o azad oldu. Sonra qadın günahına görə tövbə elədi. Məktubun son sözləri belədir. Bu çox gözəl və qüdrətli idi. Mənimlə baş verdiyinə hələ də inana bilmirəm. Sanki kənardan dayanıb özümə baxırdım və təəccüblənirdim. Çünki özümü tanımırdım. Böyük qüdrət var idi. Bundan çox xoşum gəlir. Baxın bu bir nəfərə. Allah onun həyatında işləməyə başlayır. Onun qarşısında cinə tutulmuş bir qadın dayanıb. Mən də bu dərslərdə deyirdim ki, gedin cinləri qovun. O bunu necə eləməli olduğunu bilmirdi. Buna görə də dillərdə danışmağa başladı. Daxilində qüdrətin gücləndiyini hiss elədi. Qadın murdar ruhdan azad oldu və tövbə elədi. Mənə buna bənzər çoxlu şəhadətlər yazıblar.
Başqa bir nəfər şəhadətini yazdı ki, o ömründə heç vaxt şəfa üçün dua eləməmişdi, heç kimi Məsihə gətirməmişdi, murdar ruhun qovulması üçün heç vaxt dua eləməmişdi. Bu dərslərə baxandan sonra bunlara başladı. O bunu heç vaxt eləmədiyin yazır. Doğrudan da adam ilk dəfə nəyisə eləyəndə həyəcan olur. İlk dəfə həmişə həyəcan olur, əminsizlik olur. Biz öz ağlımız ilə fikirləşəndə deyirik ki, qüvvətli olmalıyıq, hər şeyi bilməliyik və bundan sonra cinləri qovmağa başlamalıyıq. Amma bu düzgün deyil, öyrənmək üçün başlamaq lazımdır. Bilik toplamaq lazım deyil, eləyə-eləyə öyrənmək lazımdır. Buna görə də o deyir ki, mən özümə kənardan baxırdım və özümü tanımırdım. Bu Allahın işidir. Mən bugün şəfa barədə danışacağam. Növbəti dərs isə sizə kickstart keçirəcəyəm. Sizdəki mühərriki işə salıb sizi yola salacağam. Bundan sonraki dərsdə isə sizə müjdə ilə bölüşməyi öyrədəcəm. Siz müjdənin nə olduğunu biləcəksiniz. Növbəti dərsdə tövbə barədə danışacaq. Sonraki dərsdə günah nədir o barədə danışacaq. Suda vəftiz, müqəddəs ruhda vəftiz. Baxın, müjdə və dillərdə danışmaq kimi mövzulara sonra baxacaq. Mövzular çoxdur və hamısını birlikdə bir-bir keçəcəyik. Bu 5-ci dərsdir. Sizə ən vacib mövzulardan biri olan müjdəni öyrədəcəyəm. Çünki bu çox-çox vacibdir. İndi isə şəfa barədə danışaq. Şəfa barədə çox kitab yazılır və bugün bu mövzuda çoxlu kitablar var. Bəzi kitablar bir şey deyir, digər məsihçi kitablar isə bunun əksini yazır. Yəni, şəfa barədə cürbəcür təlimlər var. Sizə çox sadə bir şey öyrətmək istəyirəm. Bu sizi oyadacaq. Çünki çoxlarınız, xüsusilə də şəfadan söhbət gedəndə çoxunuz dindar eynəyi taxır. Demək olar ki, heç bir kilsədə şəfa barədə düzgün təlim yoxdur. Vəziyyət belə yaranıb və bu adətə çevrilib. Sizə bugün öyrədəcəyim həqiqət çox sadədir. Bu həqiqət sizi oyadacaq. Eynəyinizi çıxardın və kəlama olduğu kimi baxın. Dediklərin kəlama uyğundurmu? Şəfa barəsində danışanda, ümumiyyətlə istənilən bir mövzudan danışanda ən düzgün başlanğıc nöqtəsi olaraq biz nədən başlamalıyıq? İsa'dan. İlahiyyatdan söhbət gedəndə, istənilən mövzu barədə söhbət gedəndə İsa'dan başlamaq lazımdır. Çünki o Rəbdir, o bizim müəllimimizdir və bizə yolu göstərən odur. Biz İsa'ya baxanda görəcəyik ki, bizdə olan anlayış və həyat tərzi onun etdiklərindən tamamilə uzaqdır. İlahiyyatın yaratdığı problem ondan ibarətdir ki, ilahiyyat özünə lazım olanı hissə-hissə götürür. Bir hissəni başqa yerdən, başqa hissəni digər yerdən götürür. Təlim yaradılır. Bu təlimdə İsa'dan, İsa'nın əmrindən və İsa'nın bizə verdiyi tapşırıqdan çox-çox uzaqdır. Buna görə də gəlin, Məsihə baxaq. Biz Məsihə bənzər olmalıyıq. Ona görə də gəlin, Məsihə baxaq. Bugün siz iş axtarsaz, CV adlanan bir sənət yazacaqsınız. Burada siz əvvəllər nə işlə məşğul olduğunuzu yazmalısınız. CV-ni yazırsınız və müxtəlif yerlərə göndərirsiniz. Onlar bu vərəqə baxanda sizin necə yaşadığınızı və bu vaxta qədər nə elədiyinizi görürlər. Bugün mən İsa'nın həyatı barədə CV yazsam, qısa bir CV yazsam, bu CV-ni yazmaq üçün ən yaxşısı Matta müjdəsinə müraciət eləməliyəm. Mattanın müjdəsi, 4-cü fəsil, 23-cü ayə.
Mattanın müjdəsi 4-cü fəsil 23-cü ayə. İsa bütün Qalileyanı gəzir. Onların sinagoglarında öyrədir. Səmavi padşahlığın müjdəsini vəz eləyir. Xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. İsa bütün Qalileyanı gəzir, onların sinagoglarında öyrədir, səmavi padşahlığın müjdəsini vəz eləyir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Oxumağa davam eləsəz, görəcəksiniz ki, onun ardınca böyük izdiham gəlirdi və İsa hamıya şəfa verirdi. Gəlin indi həmin şeyi Mattanın müjdəsindən oxuyaq. İsa nə eləyirdi? İsa ətrafda gəzir, müjdəni vəz eləyir, xəstələrə şəfa verirdi. İsa'nın elədikləri bu idi. İsa nəyi vəz eləyirdi? Növbəti fəsillərdə siz bu barədə oxuya bilərsiniz. 5-ci, 6-cı və 7-ci fəsillərdə. Dağüstü moizə. İsa'nın vəz elədikləri bu idi. Adamlara bunu öyrədirdi. Belə təlim verirdi. İsa necə şəfa verirdi və cinləri qovurdu? Bu barədə siz 8-ci və 9-cu fəsillərdə oxuya bilərsiniz. 9-cu fəsil eyni sözlərlə bitir. Matta 9:35. İsa bütün şəhər və kəndlərə gəzib dolaşaraq, onların sinagoglarında təlim öyrədir. Səmavi padşahlığın müjdəsini vəz eləyir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Bu çox sadədir. Matta 4:23 ayəsini oxuyun. İsa ətrafda gəzirdi, müjdəni vəz eləyirdi, xəstələrə şəfa verirdi. Növbəti 3 fəsildə İsa'nın nəyi vəz elədiyi yazılır. Bundan sonraki 2 fəsildə isə İsa'nın möcüzələri barədə yazılır. Növbəti ayədə demək olar ki, eyni söz yazılıb. İsa bütün şəhər və kəndləri gəzib dolaşaraq sinagoglarda təlim öyrədir. Müjdəni vəz eləyir, xəstəliyə şəfa verirdi. İsa'ya baxaq. İsa 2 şey eləyirdi. O öyrədirdi və vəz eləyirdi. Bu birincisidir. Sonra hər bir xəstəliyə və hər bir naxoşluğa şəfa verirdi. Yəni, İsa'nın həyatına baxsaz, bunları görəcəksiniz. Çox aydın görəcəksiniz. İsa 2 şey eləyirdi. Dəfələrlə eyni şey eləyirdi. Öyrədirdi, vəz eləyirdi və xəstəliyə, naxoşluğa şəfa verirdi. Şəfa verdiyi adamların sahibi barədə nə fikirləşsiniz? O neçə nəfərə şəfa verdi? Sizcə, onun yanına gələn adamların neçə faizinə isə şəfa verdi? 50%-nə, 60%-nə, 70, 90, 99, yoxsa 100%-nə şəfa verdi? İsa hamıya şəfa verirdi. Bu, bir neçə yerdə yazılıb. Mattanın müjdəsinə baxın, sizin üçün yazıb hazırlamışam. Matta 8:16. Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsa'nın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. Matta 12:15-də böyük bir izdiham onun ardınca getdi və İsa onların hamısına şəfa verdi. Matta 14:14. İsa sahilə düşəndə böyük bir izdiham gördü. Onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. Matta 15:30. Onun yanına böyük bir izdiham gəldi və İsa onlara şəfa verdi. Matta 19:2. Böyük bir izdiham onun ardınca gəldi. İsa orada onlara şəfa verdi. Matta 21:14. İsa onun yanına gələn körlara və axsaqlara şəfa verdi. Dəfələrlə oxuyuruq ki, izdiham İsa'nın yanına gəlirdi və İsa hamısına şəfa verirdi. Şəfaya ehtiyac duyan hər bir adama İsa şəfa verirdi.
İsa hamısına şəfa verirdi. Yəni, İsa nə edirdi? Ətrafda gəzirdi, müjdəni vəz edirdi, şəfaya ehtiyac olan adamlara şəfa verirdi. İsa bunu niyə edirdi? Niyə İsa xəstələrə şəfa verirdi? Bunun səbəbi çox sadədir. Ona görə ki, İsa bizim günahlarımıza görə öldü. Həmçinin bizim xəstəliyimizə görə də öldü. Qiyməti ödədi ki, adamlar sağlam olsunlar. İsa iki şey gətirdi. Günahdan xilas, bədənə şəfa. İsa bunu gətirdi. Və İsa buna görə qurban oldu. Bir neçə ayəni sizə oxumaq istəyirəm. 1 Peter 2:24. O, bədəni sarımxa çəkilərək bizim günahlarımızı öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb, salihlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. Onun yaralarında şəfa tapdınız deyə yazılıb. İsa yalnız günahlarımıza görə qurban olmadı. O, həmçinin bizim xəstəliyimizə görə də qurban oldu. İsa yalnız günahlara görə qurban olmadı. O, xəstəliklərimizə görə də öldü ki, biz şəfa alaq, sağlam olaq. Dindar məsihçilər nə eləyirlər? Bu sözləri götürüb çoxlu təlimlər yaradırlar, doktrinalar yaradırlar. Burada söhbət yalnız ruhani şəfadan gedir deyirlər. Fiziki şəfadan söhbət getmir. Amma mətnə diqqət yetirsəz, görəcəksiniz ki, söhbət təkcə ruhani şəfadan getmir. İndi Yeşaya 53-dən oxuyaq. Bizə görə əzab çəkdi, yazılır. Burada yazılır ki, onun yaraları ilə biz şəfa tapdıq. 5-ci ayənin axırında. Amma yenə də bu ayələri oxuyanda dindar məsihçilər deyirlər ki, bu ruhani şəfadan söhbət gedir. Matta 8:16-da yazılır. Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsa'nın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. Burada çox aydın yazılıb. Bu, Yeşaya Peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi. Bizim xəstəliklərimizi O çəkdi, naxoşluqlarımızı öz üzərinə götürdü. İsa bütün xəstələrə şəfa verdi. Bu, Yeşayanın Peyğəmbərliyi yerinə yetsin deyə baş verdi. Bu, çox aydın yazılıb. İsa bizim xəstəliklərimizi öz üzərinə götürdü. Burada təkcə ruhani xəstəlikdən söhbət getmir. Həmçinin fiziki xəstəliklərdən də söhbət gedir. Buna görə də İsa bütün xəstələrə şəfa verirdi. İsa bunu dəfələr eləyirdi. Amma dindar məsihçi, ilahiyyəti illərlə öyrənən məsihçi dediklərimi qəbul eləməkdə çox çətinlik çəkəcək. Amma dini eynəyiniz yoxdursa, uşaq kimi qəbul edirsinizsə, kilsə təlimini bir kənara qoyursunuzsa, kəlamı olduğu kimi oxusaz, bu çox sadədir. İsa bütün xəstələrə şəfa verdi. İsa müjdəni vəz edirdi, xəstələrə şəfa verirdi. Niyə? Çünki çarmıqda qiyməti ödədi. O təkcə günaha görə qiymət ödəmədi. Xəstəliyə görə də qiymət ödədi. Buna görə hər yerdə gedib şəfa verirdi. Burada siz oxuyursunuz. İsa ətrafda gəzirdi, müjdəni vəz edirdi, xəstələrə şəfa verirdi. Növbəti ayədə yazır ki, İsa izdihamı görəndə onlara rəhmi gəldi. Bundan sonra İsa öz şagirdlərinə maraqlı bir söz dedi. Sizin üçün bu sözləri burada hazırlamışam. İsa burada deyir, 37-ci ayədə. Məhsul çoxdur, işçilər isə azdır. Buraya qoyum sizin üçün. İsa bu sözləri ilə nə demək istəyirdi?
Məhsul çoxdur, işçilər isə azdır. Məhsul çoxdur, işçilər isə azdır. İsa bunu demək istəyirdi ki, o ətrafda gəzirdi, müjdəni vəz eləyirdi, xəstələrə şəfa verirdi. İsa bunu eləyirdi. İzdiham onun yanına gəldi. İsa onlara şəfa verdi. Yenə izdiham gəldi. İsa yenə şəfa verdi. Yenə və yenə və yenə şəfa verirdi. Amma sonra izdihama baxanda o qədər adam vardı ki, müjdəni eşitməyə, xəstəlikdən şəfa almağa ehtiyacı olan adamların sayı çox idi. Şəfa verən və müjdəni vəz eləyən yalnız tək İsa idi. Buna görə də məhsul çoxdur, işçilər isə azdır sözlərini deyəndən sonra İsa 12 şagirdi seçdi və onları çağırdı, onlara tapşırıq verdi. Növbəti fəsildə bu barədə oxuya bilərsiniz. Bu gün bizdə olan problem odur ki, Bibliyada fəsillər və ayələr var. Onlar nömrələnib. Məsihçilər bir fəsil oxuyur, sonra gəlib o birisi dəfə növbəti fəsil oxuyur. Bu fəsilləri bir-birindən ayırır. Nəticədə bütün mənzərəni nəzərində saxlaya bilmir. İsa xəstələrə şəfa verdi. Sonra dedi ki, işçilərin sayı azdır. Bundan sonra 12 şagirdini çağırdı. Onlara səlahiyyət verdi. Gedin, xəstələrə şəfa verin, müjdəni vəz eləyin. İsa şagirdlərinə bunu tapşırdı, müjdəni vəz eləmək və xəstələrə şəfa vermək. Matta 10-cu fəsil 7-ci ayə. Getdiyiniz yerlərdə səmavi padşahlıq yaxınlaşıb deyə vəz eləyin, xəstələrə şəfa verin. Ölüləri dirildin, cüzamlıları pak eləyin, cinləri çıxarın, müftə aldınız, müftə verin. İsa bunu elədi. İsa ətrafda gəzirdi, müjdəni vəz eləyirdi, xəstələrə şəfa verirdi. Sonra izdihama baxdı və dedi, məhsul çox, işçilər isə azdır. 12 şagirdi çağırdı. Onlara səlahiyyət verdi və göndərdi. Müjdəni vəz eləməyi və xəstələrə şəfa verməyi tapşırdı. İsa özü nə eləyirdisə, onlara da bunu eləməyi tapşırdı. Matta 10-cu fəsildə biz bu barədə oxuya bilərik. Şagirdlər nə elədilər? İndi Luka 9-cu fəsilə baxaq. Luka 9-cu fəsildə həmin şeyi oxuyuruq. İsa 12 şagirdi göndərir. Bu fəsildə İsa şagirdləri göndərib onlara tapşırır ki, müjdəni vəz eləsinlər və xəstəliyə şəfa versinlər. Bundan sonra İsa daha 70 şagirdi seçir və onları da göndərir. Luka 10-cu fəslin 1-ci ayəsində oxuyuruq. Rəbb başqa 70 nəfəri təyin elədi. Bəzi tərcümələrdə 72 yazılıb. Biz bu barədə danışacağıq. Mən Luka 10-cu fəsilə ayrıca bir dərs həsr eləmişəm. Luka 10-cu fəsili biz ətraflı və dərindən öyrənəcəyik. Düzgün tərcümə 70-dir. Ona görə də mən burada 70 yazmışam. 10-cu fəsil 1-ci ayəni oxuyuram. Rəbb 70 nəfəri təyin elədi. Onlara dedi, məhsul çoxdur, işçilər isə azdır. Yenə həmin sözü dedi. Məhsul çoxdur, işçilər isə azdır. Sonra Luka 10-cu fəsil 9-cu ayədə bu şagirdlərə İsa tapşırıq verir. Bunu sizin üçün mən ayrıca yazıb hazırlamışam. Xəstələrə şəfa verin. Xəstələrə şəfa verin və onlara deyin, Allahın padşahlığı sizə yaxınlaşıb. İsa 70 şagirdinə bunu tapşırdı. Bu çox aydın görünür. İsa özü ətrafda gəzirdi. Müjdəni vəz eləyirdi, xəstələrə şəfa verirdi.
şəfa verirdi. Çünki xəstəliyə görə də qiyməti çarmıqda ödəmişdi. O həm günaha görə, həm də xəstəliyə görə öldü. Sonra böyük izdiham gördü. Məhsul çoxdur, işçilər isə azdır. İsa 12 şagirdi çağırdı. Onlara tapşırıq verdi. Müjdəni vəz eləyin, xəstələrə şəfa verin. Amma bundan sonra isə dayanmadı. Çünki məhsul çox, işçilər az idi. Müjdəni eşitməyə ehtiyac duyan o qədər adam var idi ki, şəfa almağa ehtiyac duyan o qədər adam var idi ki, İsa digər 70 şagirdi çağırdı və onlara həmin sözü təkrar dedi. Məhsul çox, işçilər isə azdır. Onlara tapşırıq verdi. Gedin, xəstələrə şəfa verin, müjdəni vəz eləyin. Bu çox sadədir. Şagirdlər gedəndə xəstələrə şəfa verirdilər və müjdəni vəz eləyirdilər. Bu İsa'nın tapşırığı idi. Siz bunu başa düşməlisiniz. Mən indi sizə izah edəcəyəm. İsa bu tapşırığı yalnız 12 şagirdə vermədi. Yalnız 70 şagirdə vermədi. Yox. Daha sonra İsa öz şagirdlərinə tapşırdı. Gedin, bütün millətləri mənim şagirdim eləyin. Sizə əmr elədiyim hər şeyə riayət eləməyi onlara öyrədin. Mən dövrün sonuna qədər hər gün sizinləyəm. İsa bunu tapşırdı. Gedin, bütün millətləri mənim şagirdim eləyin. Sizə əmr elədiyim hər şeyə riayət eləməyi onlara öyrədin. Bu şagirdlərə İsa nə əmr eləmişdi? Müjdəni vəz eləməyi və xəstələrə şəfa verməyi. Onlar yeni adamları şagird eləməli idilər və İsa'nın həmin tapşırığına riayət eləməyi onlara öyrətməli idilər. İsa'nın hansı tapşırığına riayət etmək lazım idi? Xəstələrə şəfa vermək, müjdəni vəz eləmək. Yəni, bu yalnız İsa'nın işi deyildi. Yalnız 12 şagirdin işi deyildi. Yalnız 70 şagirdin işi deyildi. Bugün İsa'nın şagirdləri olan biz məsihçilərin işi budur. Sizin və mənim. Biz də həmin tapşırığı yerinə yetirməliyik. Tapşırıq nədir? Şəfa vermək, müjdəni vəz eləmək. Müqəddəs kitabda axtarsaz, İsa'nın belə bir əmrini tapa bilməzsiniz. Gedin, yalnız müjdəni vəz eləyin. Bugün siz gedib müjdəni vəz eləsəz, amma şəfa verməsəz, Rəbbiniz İsa Məsihə itaət eləməmiş olursunuz. Çünki İsa xəstələrə şəfa verməyi və müjdəni vəz eləməyi sizə və mənə tapşırıb. O yalnız müjdəni vəz eləməyə tapşırmayıb, yalnız şəfa verməyi də tapşırmayıb. İsa həm müjdəni vəz eləməyi, həm də xəstələrə şəfa verməyi tapşırıb. Mən özüm barədə sizə əvvəllər demişdim, mən şəfa verən adam deyiləm. Özümü şəfa xidmətinə həsr eləmiş adam deyiləm. Mən özümü İsa'ya həsr eləmişəm. İsa'nı sevirəm. Mənim və arvadımın məqsədi İsa Məsihin yaxşı şagirdi olmaqdır. Bir gün Rəbbimin qarşısında dayananda bu sözləri eşitmək istəmirəm. Pis və tənbəl qul, məndən uzaq ol. İsa'nın başqa sözlərini eşitmək istəyirəm. Afərin, yaxşı və sadiq qul, ağanın sevincinə şərik ol. Afərin, yaxşı və sadiq qul. Amma kilsədə olan adət-ənənələrə görə, dini inəklərimizə görə, bugün minlərlə, milyonlarla məsihçi var ki, onlar İsa'nın sözlərinə riayət elədiklərinə əmindirlər. Amma şəfa vermirlər. Çünki onlara belə öyrədiblər. Adət belədir. Mətndən bir ayəni çıxardırlar və deyirlər ki, şəfa ənamı hamıda olmur. İsa'nın dedikləri, İsa'nın tapşırdıqları daha əhəmiyyətli olmur. Mənasız olur.
Çünki bir adəti götürürük, bir sözü götürürük, deyirik ki, şəfa ənamı hamıya verilmir. Amma əvvəlki dərslərin birində mən demişdim, şəfa vermək üçün şəfa ənamı sizə lazım deyil. Buna görə də məsihçilərdə olan bu düşüncə yalandır. Bu yalan imanlılar cəmiyyətinə gəlib və nəticədə milyonlarla məsihçilər İsa'nın tapşırığına riayət eləmirlər. Bir ayəni götürürlər. Onu səhv başa düşürlər və bu ayə əsasında İsa'nın bütün sözlərini, bütün tapşırığını kənara qoyurlar. İsa'nın sözlərini təsirsiz edirlər. Bunların vəz elədiyi İsa bizim xəstəliklərimizə görə daha ölməyib. Daha İsa istəmir ki, biz gedib şəfa verək. Çünki məndə şəfa ənamı yoxdur. Biz nə edirik? Mart 7:13-də dediyini edirik. Nəsildən nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Biz Allahın kəlamını heç eləmişik. Dindarlıq eynəyinizi çıxarın, İsa'ya baxın. Siz İsa'nın şagirdisinizmi? Onda çarmıxınızı götürməlisiniz. Məsihin ardınca getməlisiniz. İsa'ya riayət eləməlisiniz. İsa sizə ürəyinizin istədiyini eləmək seçimini vermir. İsa belə demir. Yaxşı, şəfa vermək istəmirsənsə, kilsədəki adətiniz uyğun deyilsə, sizdə bu adət yoxdursa, onda şəfa verməyə də bilərsən. Yox. İsa bizə seçim eləməyi tapşırmayıb. Amma siz şəfa vermək istəyirsinizsə, Allaha itaət eləmək istəyirsinizsə, bu xoş xəbərdir. Çünki bunu eləyəndə siz düzgün iş görürsünüz. Bu İsa'nın sizə verdiyi tapşırıqdır. Mən bunu eləyirəm, çünki İsa mənə bunu tapşırıb. Xüsusi ənam verildiyinə görə yox, xüsusi çağırış aldığıma görə yox. Çünki mən şagirdəm, çünki kəlamı oxuyuram. İsa öz şagirdlərinə müjdəni yaymağı və şəfa verməyi tapşırır. Başqalarını şagird eləməyi və İsa'nın əmr elədiklərinə riayət eləməyi onlara öyrətməyi tapşırır. İsa'nın tapşırığı nədir? Şəfa verin, müjdəni vəz eləyin. Çox sadə. Kəlama baxsaz, görəcəksiniz ki, müjdəni vəz eləmək və şəfa vermək yalnız İsa'nın elədiyi deyildi. Şagirdlər bunu Həvarilərin İşləri kitabında da davam elətdiriblər. Həvarilərin İşləri kitabından sonra da bu davam edir. İsa hamıya şəfa verirdi. Hamıya şəfa verirdi. Təkcə Mattanın müjdəsində bu barədə 7 ayə var ki, İsa hamıya şəfa verirdi. Sizin üçün bir ayə hazırlamışam. İstəyirəm ki, siz mənə deyəsiniz, bu müqəddəs kitabın hansı kitabından götürülüb? Mattadan, Lukadan, Yəhyadan. Siz bu ayəni oxuyun və mənə deyin. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əziyyət çəkənlər gətirərdi. Onların hamısı şəfa tapardı. Görün, burada biz nə oxuyuruq? Yerusəlimin ətraf şəhərlərində yaşayanlar axın-axın gəlirdilər. Cinə tutulmuşların hamısı şəfa tapırdı. Bu ayə başqa bir ayəyə çox oxşuyur. Bu ayə başqa bir ayəyə çox oxşuyur. Amma bu ayə harada yazılıb? Mattada yazılmayıb. Markda yazılmayıb. Lukada yazılmayıb. Gələn izdiham barədə indicə oxuduğumuz ayə, hamının şəfa tapması barədə yazan ayə, Həvarilərin İşləri kitabındadır. 5-18-ci ayə. Yəni, İsa barədə nə oxumuşduq? İsa izdihamda olan hamıya şəfa verdi. Həmin bu şəfa vermə Həvarilərin İşləri kitabında davam edirdi. Burada da izdiham gəlirdi. Ətraf kəndlərdən adamlar gəlirdi.
Amma bu dəfə onlar İsa'nın yanına gəlmirdilər. Şagirdlərin yanına gəlirdilər. Və xəstələrin hamısı şəfa alırdı. Hər bir adama hər dəfə şəfa vermək Allahın iradəsidir. Çoxlu suallarınız olduğunu bilirəm. Bəs bu necə, bəs o necə? Hamısına indi baxacaq. Amma əvvəlcədən sizə göstərmək istəyirəm ki, şəfa vermək Allahın iradəsidir. Bu hələ də davam eləyir. Mark 16-da. Markın müjdəsi 16-cı ayəyə baxaq. Mark 16-15-ci ayədə yazır. Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa müjdəni vəz edin. Lap yaxşı, çoxları bunu eləyir. Amma İsa bizə təkcə vəz eləməyə tapşırmadı. Oxumağa davam edirik. İman eləyib vəftiz olan kəs xilas olacaq. İman eləməyən isə məhkum olacaq. İman eləyənlər isə bu əlamətlər müşahidə eləyəcək. Birinci əlamət, mənim adımla cinləri qovacaqlar. Sonra gəlir, yeni dillərdə danışacaqlar. İlanları əlləri ilə götürəcəklər. Öldürücü zəhər şişələr belə onlara təsir eləməyəcək. Əllərini xəstələrin üstünə qoyacaqlar və onlar şəfa tapacaqlar. İsa Məsihə iman eləyənləri bu əlamətlər müşahidə eləyəcək. O imanlılar ki, İsa Məsih onların Rəbbidir. Onlar İsa'nın sözü ilə gedirlər. Onlar gedib cinləri qovacaqlar. Bu gündən bu bizi müşahidə edir. Biz cinləri qovacaq. Biz dillərdə danışacaq. İlanı götürsək, zəhər içsək bizə ziyan olmayacaq. Xəstələrə şəfa verəcəyik. Həvarilərin İşləri kitabında Paul barədə yazılıb. Sonuncu fəsildə, 28-də. Paul adaya gəlir. Bu İsa'dan 30 il sonra baş vermişdi. 30 il sonra baş vermişdi. Paul Malta adasına gəlir. Orada ilan var idi, hansı ki çıxdı və Paulu sancdı. Adamlar elə bilirdi ki, Paul indi öləcək. Çünki ilan zəhərli idi, amma heç nə olmadı. Və Paul o ilanı kənara atdı. Niyə? Çünki Allahın kəlamı ilahiyyət deyil. Bu gündəlik həyatdır. Bu gündəlik həyatdır. Təkcə ilahiyyət deyil. Paul ilanı kənara atdı. Həmin adada Paul xəstələr üçün dua elədi. Burada yazılıb. Oxuyaq. 8-ci ayədə oxuyuruq. Paul xəstənin yanına gəldi və əllərini onun üzərinə qoyub sağaltdı. Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar. Baxın, Paul Malta adasına gəlir. Mark 16-cı fəsildə ilan barədə yazılan şey onun başına gəlir. Sonra 51 xəstənin üzərinə qoyur və o şəfa tapır. Bundan sonra adada olan bütün xəstələr onun yanına gəlir və hamısı şəfa tapır. Neçə nəfər şəfa tapdı? Hamısı. 100%. Onların hamısı şəfa tapdı. İsa'nın yanına gələn xəstələrdən neçəsi şəfa tapdı? Hamısı. Hamısı şəfa tapdı. Mən bunu öyrədəndə yeni imanlar üçün bu çox aydındır. Köhnə imanlar isə gəlirlər. Bəs Paulun cismində olan tikan necə? Bəs bu necə? Bəs o necə? Bu suallarınıza indi cavab tapacaqsınız. Matta 17-yə baxaq. Matta 17-ci fəsil açın. Sizə sual verirəm. İsa burada neçə nəfərə şəfa verdi? 99%-ə, yoxsa 100%-ə? 100%-ə şəfa verdi. İsa'nın yanına gələn xəstələrin hamısına şəfa verdi. Amma siz deyəcəksiniz, hə, amma öz şəhərində şəfa verə bilmədi. İsa öz şəhərində də onun yanına gələn xəstələrə şəfa verdi. Bunu sizə birazdan göstərəcəm. İsa hamıya şəfa verdi. Müqəddəs kitabda siz harada görürsünüz ki, insan İsa'nın yanına gəldi və şəfa almadı? Bir nümunə varmı?
nümunə var və nümunə yoxdur demək olar. Matta 17-də siz həm bəli, həm də xeyr cavabını tapırsınız. Şagirdlər şəfa verə bilmədilər, amma İsa şəfa verdi. İsa Peter, Yəhyə, Yaqubla dağdaydı. Sonra aşağı düşdülər. Aşağıda onları böyük izdiham gözləyirdi. Bir adam gəlib İsa'ya dedi, Ya Rəbb, oğluma rəhm elə. Onu sənin şagirdlərinin yanına gətirdim. Lakin ona şəfa verə bilmədilər. Burada bir nəfər var, oğlu xəstədir. Bu adam öz oğlunu Peter, Yəhyə və Yaqubun yanına gətirir. Demirəm bütün şagirdlərin yanına. Çünki yazılıb ki, İsa'nın yanında 3 şagirdi var idi. Şagirdlər şəfa verə bilmədilər. Biz burada dayanaq. Heç siz elə vəziyyətdə olmusunuz ki, xəstə üçün dua eləmişsiniz, amma şəfa almayıb. Olubmu elə? Məncə olub. Hər bir kəsdə bu olub. Bu baş verəndə bugün biz nə edirik? Biz dayanırıq və çoxlu bəhanələr axtarmağa başlayırıq. Niyə bu adam şəfa almadı? Bəlkə bu xəstə adamın imanı azdır. Bəlkə onun həyatında günah var. Bəlkə o şəfa almır, çünki kimisə bağışlamalıdır. Ya da bu şəfa almır ona görə ki, onun nəslində lənət var. Yox, o şəfa almır, çünki bu Allahın iradəsi deyil. Çünki nə baş verirsə Allahın iradəsi ilə baş verir. Bəlkə bu onun cismində olan tikandır və o bunu daşımalıdır. Çünki Paul da cismində tikan daşıyırdı. Bunlar bəhanələrdir. Adamlar şəfa almayanda kilsələrdə bu bəhanələri tapıb gətirirlər. Bu mövzuda çoxlu kitablar yazılır. Nəslində olan lənət barədə çoxlu kitab var. Şəfa almaq üçün bağışlanmalısan barədə çoxlu kitab var. Günah barədə kitablar var. Allahın iradəsi barədə çoxlu kitablar var. Adamlar şəfa almır, çünki bu Allahın iradəsidir. Hər şey Allahın iradəsi ilə baş verir. Bugün belə olur. Bugün ilahiyyət də belə yaranır. Biz bugün elə bir vəziyyətə düşəndə ki, İsa'nın tapşırdığı kimi şəfa olmur. Onda biz dayanırıq və bəhanələr axtarmağa başlayırıq. Niyə şəfa olmadı? Bugün kilsələrdə şəfa barədə və bir çox başqa şeylər barədə danışılanda, ilahiyyətin əsasında Allahın kəlamı yox, bizim təcrübəmiz dayanır. Təcrübədə insan şəfa almadığını görəndə, onda biz ilahiyyət yaradırıq. Çünki kəlamın təlimini biz elə öyrətmək istəyirik ki, təcrübəmizə uyğun olsun. Əslində isə biz təcrübəmizi dəyişib kəlama uyğunlaşdırmalıyıq. Allahın kəlamını öz təcrübəmizə uyğunlaşdırmamalıyıq. Təcrübəmizi kəlama uyğunlaşdırmalıyıq. Ona görə bir çox ilahiyyətlər yaranıb. Amma kəlamda oxuduğumuz vəziyyət yarananda şagirdlər bizim elədiyimiz kimi eləmədilər. Onlar ilahiyyət yaratmağa başlamadılar. İsa'ya müraciət elədilər. İsa isə vəziyyətə aydınlıq gətirdi. İsa demədi bu adamın həyatında günahı var. Ona görə şəfa almadı. İsa demədi ki, bu adam şəfa almadı, çünki bu adamın həyatı üçün Allahın iradəsi deyil. İsa demədi ki, bu həmin adamın tikanıdır və bu adam cismindəki bu tikanı ömür boyu daşımalıdır. Buna görə də şəfa almadı. Yox, İsa bu bəhanələrə gətirmədi. İsa gələndə dedi, Ey imansız və yolunazmış nəsil, nə vaxta qədər sizin olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin və şəfa verdi. Çox sadə və aydın. Hər dəfə biz ilahiyyət yaradanda ki, nə üçün şəfa baş vermədi?
Qalın kitablar yaza bilərik. Siz o qalın kitabları oxuya bilərsiniz. Amma İsa bədəndə gəlsəydi, kitabda olduğu kimi gəlib şəfa verərdi. Sonra özünü bizə çevirib, bizi danlayardı. Ey imansız və yolunazmış nəsil, nə vaxta qədər sizinlə olacağam? İsa istəyirdi ki, şagirdlər oğlana şəfa versin. İsa istəyirdi ki, şagirdlər onun kimi olsun. İsa xəstə adam yox, şagirdlərini danladı. Biz bugün nə eləyirik? Biz təqsiri xəstədə axtarırıq, bəhanələr gətiririk. Görürsünüz? Görürsünüz ki, nə zaman şəfa baş verməyəndə biz ilahiyyət yaradırıq. Sizin üçün bir siyahı tərtib eləmişəm. Şəfa olmayanda imanlılar bu bəhanələrə gətirirlər. Xəstə adamın imanı yoxdur. Onun həyatında günah var. Şəfa almaq üçün kimisə bağışlamalıdır. Onun nəslində lənət var. Əvvəlcə dərinə gedib nəslində olan lənəti qırmalıyıq. Şəfa olmayanda deyirik ki, hə, bu Allahın iradəsidir. Ya da onlar Paul kimi bu tikanı cisimlərində daşımalıdırlar. Bugün biz belə deyirik. Amma İsa'ya baxın, İsa'nın yanına izdiham gəldi. Neçə nəfərə şəfa verdi? Hamısına. Şagirdlərə baxın. Neçə nəfərə şagirdlər şəfa verdi? İzdihamda olan bütün xəstələrin hamısına. Müqəddəs kitabda elə bir şey yoxdur ki, xəstənin imansızlığına görə şəfa verə bilməsinlər. Kəlamda elə şey yoxdur ki, nəsildə olan lənətə görə adama şəfa vermək mümkün deyil, ya da onun həyatında günah var. İsa heç vaxt demədi ki, əvvəlcə kimisə bağışla, sonra mən sənə şəfa verəcəyəm. Nəslində lənət var, əvvəlcə onu qırmaq lazımdır. Ya da İsa demədi ki, xəstəlik Allahın sənin üçün iradəsidir. Allahın kəlamında belə şeylər yoxdur. İsa bunu heç vaxt deməmişdi. Bugün şəfa olmayanda bizim dediklərimiz, bizim əqidəmiz yazılan kəlama ziddir. İsa gələndə belə elədi və oğlana şəfa verdi. İsa bugün də şəfa verir. Qarşınızda şəfa almayan adam olanda bilin ki, İsa orada olsaydı şəfa verərdi. Sual verməzdi, şəfa verərdi. Çünki İsa şəfanın qiymətini ödədi. Şəfa almaq üçün bağışlamağa ehtiyac yoxdur. Başqa işlər görməyə ehtiyac yoxdur. Çünki problem bağışlamaqda deyil. Onların həyatında olan günahda deyil. Nəsildə olan lənətdə problem yoxdur. İncildə siz belə bir şey oxumursunuz. Bir dənə problem var, iman. Sadə iman. Kitabda yazılır. Şagirdlər İsa'ya təklikdə yaxınlaşıb dedilər, nə üçün biz o ruhu qova bilmədik? İsa dedi, imanınız az olduğu üçün. Sonra İsa şagirdlərinə dedi, bir xardal toxumu qədər imanınız olsa, siz budağa buradan oraya köç desəz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz. Oxuyuruq ki, imanları az idi. Xardal toxumundan da az idi imanları. Az iman imansızlığa bərabərdir. İsa dedi, sizdə imansızlıq var. Ona görə şəfa verə bilmədiniz. Allahın sözünə etibar eləmirsiniz. Amma Allahın kəlamına sadəcə etibar eləsəz, şəfa verə bilərsiniz. Ruhdan doğulmuş hər bir şəxsin imanı var. Xilas olmaq üçün iman lazımdır. Xilas olmaq üçün sənin imanın varsa, xəstəyə şəfa verməyə də imanın var. Allaha etibar eləməliyik. Həyatımızdan imansızlığı qovaq. İndi mən demirəm, imanınızın olduğuna iman eləyin. Yox, Allahın kəlamına iman eləyin. İsa'ya iman eləyin. Kəlamda yazılanlara etibar eləyin. Etibar eləyəndə, müvafiq hərəkət edəndə görəcəksiniz ki, bu ilahiyyətdən daha böyük bir şeydir. Bu həyatdır. Hər şey imandan asılıdır. Əsas imandır.
Amma imandan danışmağa cəsarətimiz çatmır. Çünki imanlılar cəmiyyətlərində elə adamlar var ki, qarma qarışıqlıq yaradıblar, xüsusi şəfa toplantıları keçirirlər. Adamlar şəfa üçün gələndə şəfa almasalar, həmin adamı mühakimə edib deyirlər ki, səndə iman azdır. İndi bu yazıq xəstənin 2 dənə bəlası var. Birincisi xəstəliyi, ikincisi isə onun imanı azdır və o özünü təqsirkar hiss edir. Amma sizin imanınız varsa, xəstənin imana malik olmasına ehtiyac yoxdur. Bəli, qadın vardı ki, İsa'ya toxundu və şəfa aldı. Niyə? İmanına görə. Polşada olanda mənim başıma belə bir iş gəldi. Adamlar üçün dua eləyirdim. Adamlar şəfa alırdı. Bir qadına toxunanda isə o hoppanıb geri atıldı. Onun allergiyası vardı. Burnu gözü yaşarmışdı və o şəfa tapdı. Mən özüm məəttəl qaldım. Çünki ona toxunanda hiss elədim ki, məndən qüvvət çıxdı. Möhtəşəm şəfa oldu. Başqa adamlar üçün dua eləyəndə, o qadında olduğu kimi güclü olmadı. Mənə maraqlı gəldi və sonra o qadınla söhbət eləməyə gəldim. Soruşdum, nə baş vermişdi? Dedi, sənin gəlməyin barədə eşitmişdim. Fikirləşdim ki, onun köynəyinin qırağına toxunsam şəfa tapacam. Bu qadın şəfa aldı. Mənim imanımla yox, öz imanına görə. Bəs nökəri evdə xəstə olan adam gəldi sənin yanına. İsa dedi, mən gəlib ona şəfa verim. O isə dedi, yox, yox, bir dənə sözdür, o şəfa alacaq. Nökər şəfa aldı. Öz imanına görə yox, ağasının imanına görə. Nökər bəlkə də evdə yatağında uzanmışdı və deyirdi, mən xəstəyəm, xəstəyəm. Birdən nəyisə baş verdi. Artıq xəstə deyil. Öz imanına görə şəfa almadı. Ağasının imanına görə şəfa aldı. Bəs Lazar 4 gün idi ölüydü. Dirilmək üçün, şəfa almaq üçün onun imanı var idi. Yox idi. İmanı ölüydü, özü də ölüydü. Amma İsa'nın imanı var idi. Və İsa onu diriltdi. Bizə iman lazımdır. Allahın sözünə etibar eləməliyik. Bu çox aydındır. Amma belə deyil ki, xəstə adamın imanı olmalıdır. Dua edən adamın imanı varsa, şəfa almaq üçün xəstənin imanına ehtiyac yoxdur. Bu xoş xəbərdir. Bütün biz dindar adət-ənənələrini kənara qoysaq, bir şey qalır. Sadə iman. Get xəstələrə şəfa ver. İsa'nın tapşırığını yerinə yetir. Allahın sözünə etibar elə. Amma aldanmaq çox asandır. İnsan aldanır və fikirləşir ki, sadə iman kifayət deyil. Başqa şeylər lazımdır. Vaxtilə mən də aldanmışdım. Bir neçə il bundan əvvəl mən şəfa barədə bir kitab oxudum. O kitab yazan adam məndən çox şəfa görmüşdü. Kitabda o uzun siyahı gətirirdi ki, hansı maniyələr insana şəfa almağı qoymur. Bu maniyələrdən biri bağışlamamaqdır. Bağışlamayan insan şəfa almaqda çətinlik çəkə bilər. Bunu oxuduqdan sonra toplantıya getdim. Bir nəfərin şəfası üçün dua edirdim. Onun depressiyası və belində ağrısı var idi. Dua elədim ona. Heç nə baş vermədi. Bir də dua elədim, yenə heç nə olmadı. Yenə dua elədim, yenə heç nə olmadı. 4-cü duanın da xeyri olmadı. Təslim olmadım, 5-ci dəfə dua elədim, yenə heç nə baş vermədi. Sonra oxuduğum yadıma düşdü. Dedim, bağışlamadığım bir nəfər varmı? Dedi, var. Mənim rəfiqəmin dostunu heç vaxt bağışlaya bilmirdim. Dedim, onda səni də Allah bağışlamayacaq. Nə? Bəli, sən bağışlamasan, Allah da səni bağışlamayacaq. Kəlam belə yazır. Görün mən nə elədim. Şəfa haqqında danışmayan bir ayəni götürdüm. Mətindən çıxartdım və şəfaya tətbiq elədim. Oxuduğum kitab məni buna istiqamətləndirdi. Dedim, sən bağışlamalısan. İzah elədim ona. Bu dəfə o yerə sərildi, cindən azad oldu, şəfa aldı, xilas oldu. Bugün də Allahla yaşayır. Çox gözəl şəhadət oldu. Mən də sevinirdim. Deyirdim, nə yaxşı. Bunun yolu belədir demək ki. Növbəti toplantıda da dua eləməzdən əvvəl soruşdum. Şəfa almaq üçün bağışlamalısan. O bağışladı və şəfa aldı.
Ondan sonraki adam. Ona dedim, sən bağışlamalısan. O bağışladı və şəfa aldı. Mən belə nəticəyə gəldim ki, şəfa almaq üçün bağışlamaq lazımdır. Amma növbəti dua elədiyim adam şəfa almadı. Dedim, sən bağışlamalısan. O dedi, mən hamını bağışlamışam. Dəqiq, bəli. Onda mən fikirləşdim, bəs bu niyə şəfa almır? Bəs ona şəfa almağa nə mane olur? Başqaları kimi mən də başladım adamların həyatının dərinliyinə getməyə. Bəlkə bu lənətdir. Bəlkə Paulun cismindəki tikana bənzəyən bir şeydir. Bəlkə Timotey kimi mədəsinə görə şərab içirdi. Bəlkə elə bir şeydir. Bəlkə bu lənətdir, nəsildən gələn lənət. Onların həyatının dərinliyinə getməyə başladım. Və elə oldu ki, oxuduğum kitab, həmin o təlim məndə bir çox lazımlı şeyi məhv elədi. Daha imanla dua eləyə bilmirdim. Xəstə adam üçün dua eləməzdən əvvəl birbaşa imanla duaya başlaya bilmirdim. Çünki bilmirdim bu adam həyatında hamını bağışlayıbmı? Bəlkə onun həyatında günah var. Mən bu adam barədə məlumat toplamasam, onun üçün dua eləyə bilmərəm. Halbuki, şəfa üçün sadə iman lazımdır. Mən bilmirdim, o adam şəfa alacaqmı? Bu Allahın iradəsidirmi? Görürsünüz, bu kitab məndə çox şeyi körladı, məhv elədi. İsa izdihama şəfa verəndə, şagirdlər izdihama şəfa verəndə, onlar dayanıb fikirləşmirdilər. Görəsən bu adamın həyatında günah var, hamının həyatında günah var idi. İsa demədi ki, izdihama şəfa verə bilmərəm. Çünki bunların arasında 500 nəfər var ki, şəfa almadan əvvəl bağışlamalıdırlar. Yox, hamıya şəfa verdi. İsa belə dayanmırdı. Şagirdlər dayanıb fikirləşmirdi. Necə ki, bugün biz dayanıb fikirləşirik. Çünki şəfa olmayanda bəhanələr gətirmirdilər. Çünki onlar sadə imanla hərəkət edirdilər. Torbin, axı bu işləyir. Bağışlayandan sonra insan şəfa alır. Bəli, ancaq o bağışladığına görə şəfa almır. Bunu başa düşmək çox vacibdir. Diqqətlə qulaq asın və başa düşün. O bağışladığına görə şəfa almadı. İmana görə şəfa aldı. Mən əmin idim ki, o bağışlasa, şəfa alacaq. Ona görə də o bağışlayan kimi mənim imanım artdı və o şəfa aldı. O bağışladığına görə şəfa almadı. Mənim imanıma görə şəfa aldı. Mən şəfanın belə yol ilə gəlməsinə inanıramsa və buna uyğun olaraq adamları bağışlayırsa, mənim daxilimdə olan iman əqidə möhkəm olur və xəstə şəfa alır. Onlar bağışladığına görə şəfa almırlar. Mənim imanıma görə şəfa alırlar. Bütün kitabların, bütün təlimlərin problemi də budur. Kitablar yazır ki, baxın, belə olanda belə olur. Onlar tövbə eləyəndə nəticədə şəfa alırlar. Bu addım atanda nəticədə şəfa alırlar. Biz də fikirləşirik ki, şəfa almaq üçün nə isə eləmək lazımdır. Əslində isə imana görə onlar şəfa alırlar. Dua eləyən adam hesab edir ki, bu tövbə eləsə şəfa alacaq. Xəstə tövbə eləyir və dua eləyən adam əmindir ki, o şəfa alacaq. Və əminliyə, imana görə xəstə şəfa alır. İman getdikcə böyüyür. Amma bütün bu təlimlər və kitablar bizə hər şeyə gözümüzü yumub, imanla xəstə adam üçün dua eləməyimizə mane olur. Xəstənin həyatında baş verənlər barədə bizə bilmək lazım deyil. Siz sadəcə inanmalısınız ki, bu adamın şəfası Allahın iradəsidir. Qiyməti İsa ödədi. Sadə imanla dua eləsən, insan şəfa tapacaq. Bu Allahın iradəsidir. İndi bəziləri deyəcək, bəs axı İsa özü böyüdüyü yerdə adamların imansızlığına görə şəfa verə bilmədi. Mark 6-ya baxaq.
Mark 6-ya baxaq. İsa Nazaretdədir. Adamlar ona xor baxırlar. Bu adamda belə şeylər hardandır? Bu necə hikmətdir ona verilib? Bu cür möcüzələr onun əlindən necə gəlir? Bu adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Adamlar İsanı tanıdıqlarına görə ona xor baxırdılar. Adamlar İsa'nın ailəsini tanıyırdılar. İsa dedi, bir peyğəmbərə öz yurdundan, qohum əqrabalar arasından və öz evindən başqa bir yerdə xor baxmazlar. Mark 6:5. İsa orada heç bir möcüzə yarada bilmədi. Yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına heyrət edirdi. İsa öz doğma yerində adamlara şəfa verə bilməzdimi? Əlbəttə şəfa verə bilərdi. Əlbəttə şəfa verə bilərdi. Kim üçün dua elədisə, onlar da şəfa aldı. Amma başqa yerlərlə müqayisədə o böyük möcüzələr edə bilmədi. Başqa yerlərdə İsa barədə eşidəndə izdiham onun yanına gəlirdi. Şəhərlərdən, kəndlərdən xəstə adamlar onun yanına gəlirdi və İsa bu izdihamda olan bütün xəstələrə şəfa verirdi. Orada çox adamlar var idi. Amma öz yerində, öz şəhərində adamlar ona xor baxırdılar. Yalnız bir neçə adam şəfa üçün İsa'nın yanına gəldi və İsa onlara şəfa verdi. Məsələ onda deyil ki, İsa şəfa verə bilmədi. Məsələ ondadır ki, çox adam şəfa üçün İsa'ya müraciət eləmədi. Bugün də belədir. Mənim qohumların arasında, tanıdığım adamlar arasında deyirlər, dayan, bunu biz tanıyırıq, onun yanına getməliyik. Başqa yerə gedəndə isə adamlar məni televizorda görürlər, yığışıb mənim yanıma gəlirlər. İsa ilə də belə idi. Amma belə deyil ki, İsa adamlar üçün dua elədi və onların imansızlığına görə İsa onlara şəfa verə bilmədi. İsa'nın yanına gələn hər bir xəstə şəfa tapırdı. Bu bir dənə ayəni səhv başa düşdüyümüzə görə hər şeyi qarışdırırıq. İsa'nın bizə verdiyi tapşırığı kənara qoyuruq. Deyirik ki, yox, biz şəfa verə bilmərik. Niyə? Adamlarda iman yoxdur. İsa da öz şəhərində şəfa verə bilmədi. Çünki adamlarda iman yox idi. Biz də şəfa verə bilmərik. Siz şəfa verə bilərsiniz. Sizin imanınız kifayətdir. İnamı olmayan adam üçün dua eləsəz, o şəfa alacaq. Amma İsa'nın şəhərində yalnız bir neçə adam şəfa üçün İsa'ya müraciət elədi və İsa hamısına şəfa verdi. Başqa şəhərlərdə isə izdiham İsa'nın yanına gəldi və yenə şəfaya ehtiyac duyan adamların hamısına şəfa verdi. Yəni, demək olmaz ki, adamların imansızlığına görə İsa onlara şəfa verə bilmədi. Bəs Paulun cismindəki tikan necə? Paulun cismində tikan var idi və Allah dedi ki, mən bunu səndən uzaqlaşdırmayacağam. Əslində isə Paul xəstə deyildi. 2 Korinfillərə 7. Aldığım vəhlərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. Bunun məndən uzaq olması üçün 3 dəfə Rəbbə yalvardım. Amma o mənə dedi, lütfüm sənə kifayətdir. Çünki zəiflik olanda qüvvət tam olur. Aldığım vəhlərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. Bunun məndən uzaq olması üçün 3 dəfə Rəbbə yalvardım. Amma o mənə dedi, lütfüm sənə kifayətdir. Çünki zəiflik olanda qüvvət tam olur. Neçə dəfə görmüsünüz ki, İsa'nın yanına xəstə gəlib, İsa da xəstəyə bu sözləri deyib. Sənə yalnız mənim lütfüm kifayətdir. Zəiflik olanda Allahın qüvvəsi tam olur. Get və xəstəliyində davam elə. Kəlamda elə şey görə bilmirsiniz. Həvarilərin həyatında belə şey oxumamısınız. Heç bir yerdə. Kəlamda belə şey yoxdur. Amma bu ayələrin əsasında qalın kitablar yazılıb. Şəxsən mən hesab edirəm və inanıram ki, zəiflik olanda Allahın qüvvəsi tam olur. Allahın kəlamı belə yazır. Mən çox vaxt zəif oluram. Elə bu dərslərdə mən zəifəm. İngilis dilində zəif danışıram.
Doğma dilim Danimarka dilidir. İngilis dilində bu dərslər demək mənə çox çətindir. O qədər səy göstərirəm ki, amma görürəm Allah bundan istifadə edir. Mən zəif olanda Allahın gücü məndə fəal olur və siz mənim dediklərimi başa düşürsünüz. Mən zəifəm, çox vaxt zəifəm. Amma məni zəif edən xəstəlik deyil. İsa xəstəliklərə görə çarmıqda öldü. Əlbəttə, Allah hər şeydən istifadə edə bilər. Amma Allah bizi dəyişmək üçün xəstəlikdən istifadə eləmir. Allah bizi müqəddəs ruh vasitəsilə dəyişir. Onun bizi dəyişmək üçün fərqli yolları var. Bu fəsili oxumağa davam eləsəz, görəcəksiniz ki, 10-cu aya Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm. Görün, heç bu siyahıda xəstəlik varmı? Bu siyahıda xəstəlik varmı? Paulun cismindəki tikan xəstəliyidirsə, o bir siyahıda xəstəlik deyərdi. Amma o burada xəstəlik sözünü yazmır. Daha əvvəl gələn ayələr oxusaz, siz Paulun həyat tərzi barədə oxuyarsınız, onun işləri barədə. Deyək ki, burada Paulun CV-si yazılıb, 11-25-də yazır. 3 dəfə dəyənəklə döyülmüşəm, 1 dəfə məni daşqalaq elədilər, 3 dəfə gəmi qəzasına düşdüm və s. Yalancı məsihçilər, təqiblər, dənizdə təhlükələr ilə üzləşdim. Paul çox çətinliklərdən keçdi. Axırda da bu sözləri dedi. Mən zəif olanda İsa məndə güclü olur. Paul siyahıda çox şey sadaladı. Amma burada xəstəlik yoxdur. Paul çox şeydən danışır. Təqibdən danışır, çətinliklərdən danışır, problemlərdən danışır. İsa bizim günahlarımıza görə öldü. Bəli. İsa bizim xəstəliyimizə görə qiymət ödədimi? Bəli. İsa bizim problemlərimizə görə qurban oldu mu? Xeyr. İsa qurban oldu ki, bizdə təqib olmasın. Yox. İsa bizə söz verib ki, bizə də təqib olacaq. Buna görə biz heç vaxt elə dua eləməməliyik ki, ay Allah, bu təqibi məndən uzaq elə. Təqib bizim yükümüzdür. Biz onu daşımalıyıq. İsa'nın ardınca gedən təqib olunacaq. Bu bizim həyatımızın bir hissəsidir. Bu çətindir. Bəzən mən də yoruluram. Allahdan kömək istəyirəm. Adamlar mənə qarşı olanda, mənim barəmdə pis danışanda, başa düşməliyəm ki, bu çağırışın bir hissəsidir. Çarmıxımı götürüb Məsihin ardınca getməliyəm. Xəstəliyimi isə İsa çarmıqda götürdü. İsa öldü ki, mən sağlam olum. Bəs Paul, o demişdi ki, Timotey arada mədəsinə görə şərab içsin. Timotey tez-tez xəstələnirdi. Xəstə sözü orijinalda həm də zəif mənasını daşıyan bir sözdür. Bu sözü həm xəstə, həm də zəif sözü kimi tərcümə eləmək olar. O vaxt su pis idisə, ilıq idisə və içində çoxlu bakteriya var idisə, Paul ona dedi ki, suya şərab qat. Çünki zəifləyə bilərsən, xəstələnə bilərsən. Bu gün də adamlar sağlam qidalanmırlar. Buna görə də zəifdirlər. Mən də onlara deyə bilərəm, başqa cür qidalanın. Öz sağlamlığının qeydinə qal. İndi bu nə böyük iş oldu ki, Timotey xəstələndi. İsa'nın həyatında bütün hadisələri bu dəyişirmi? Xeyr. İlahiyyəti təcrübəmizin üzərində qurmamalıyıq. Bəzən biz ruhani döyüşdə dayanıb tab gətirməliyik. Allahın kəlamını etibar eləsək, bəli, döyüşdə xəstələnə də bilərik. Amma kəlamı yaxşı bilsək, yazılmış kəlama etibar eləsək, azad olacaq. Azad olacaq. İsa'nın sözü ilə. Yəni bir xəstə üçün dua edirsiniz, xəstə sağalmır. Deməyin ki, bu Allahın iradəsidir. Çünki biz bilirik Allahın iradəsi nədir. Allahın iradəsi hamının sağlamlığıdır. Bir çox il bundan əvvəl mən çörəkçi işində çalışırdım. Bəzən xəmirə nə isə qoymağı unudurdum. Ya da sobada alovu çox qoyurdum. Ya da nə isə yadımdan çıxırdı. Usta, mənim müəllimim mənə işlənirdi. Məni danlayırdı və mən öyrənirdim. Mən öyrəndim və çörək pişirməkdə usta oldum.
Biz öyrənib İsa kimi olmalıyıq. Biz tam öyrənəndən sonra İsa kimi olacaq. İsa hamıya şəfa verirdi. Və bu gün Allahın iradəsidir ki, biz də şəfa verək. Qarşımıza adam çıxsa, şəfa almasa, biz davam edirik. Allahın sözünə iman edirik. Öz həyatımda çox şeylə mübarizə aparmışam. Məsələn, mən uşaq olanda anam xəstələndi. Anam iflic oldu. Buna görə iflic olan adamı görəndə ürəyimə qorxu gəlirdi. Öz təcrübəmə görə, keçmişdəki təcrübəmə görə. Mənim eynəyim var idi sanki. Qəlbimdə qorxu var idi. Amma demirdim bu Allahın iradəsidir. Dua edirdim və möcüzələri görürdüm. Elə bir neçə həftə bundan əvvəl bir tərəfi iflic olmuş qadın üçün dua elədim və o şəfa aldı. Mən çox şəfalar görmüşəm və getdikcə imanım böyüyür. Müəllimə daha çox oxşuyuram. Mən xəstələrə şəfa verməsəm, İsa öz şagirdlərinin yanına necə gəldisə, mənim də yanıma elə gələcək, deyəcək. Torben, oyan. Mənim iradəm budur. Mən xəstəyə baxanda demirəm ki, onun günahı var, onun problemi var. Mən özümə baxıram. Bağışla İsa. Sənin istədiyin kimi hərəkət eləmədim. Amma çalışıram. Sənin kimi olmaq istəyirəm. Sənin ardınca getmək istəyirəm. Sənin gördüyün kimi görmək istəyirəm. İmanda davam edirəm. Davam edirəm. Kəlam da bunu öyrədir. Dərsimiz bitdi. Növbəti dərsdə mən sizə addım-addım göstərəcəyəm. Siz xəstəyə necə şəfa verməyə başlaya bilərsiniz. Amma siz məni gözləməyin. Şəfa vermək Allahın iradəsidir. Müjdəni vəz edəndə bilin ki, şəfa vermək Allahın iradəsidir. Və şəfa üçün dua eləyin. Bu İsa'nın tapşırığıdır. İsa bütün xəstələrə şəfa verirdi. İsa xəstəliyə görə çarmıxda qurban oldu. Günahlarımıza görə çarmıxda qurban oldu. 12 şagirdi çağırdı. Onlara müjdəni vəz eləməyi və xəstələrə şəfa verməyi tapşırdı. Amma məhsul çox idi, işçilər isə az idi. Ona görə isə 70 nəfər də çağırdı. Onlara da müjdəni vəz eləməyi və xəstələrə şəfa verməyi tapşırdı. Amma yenə də məhsul bol idi, işçilər isə az. İsa şagirdlərinə dedi, gedin bütün millətləri şagird edin. Sizə tapşırdığımı onlara öyrədin. Nə tapşırdı? Müjdəni vəz eləmək, xəstələrə şəfa vermək. Bugün siz və mən, məsihçilər, İsa'nın bizə tapşırdığı nədir? Bugün siz və mən, məsihçilər, İsa'nın bizə tapşırdığı nədir? Xəstələrə şəfa vermək, müjdəni vəz eləmək. Bunun üçün nə lazımdır? Sadə iman, itayət. İman isə sizdə var. Çünki siz iman ilə xilas olmusunuz. İman ilə də şəfa verə bilərsiniz. İmansızlığı rədd edin. Çıxın və Allahın tapşırığını yerinə yetirin. Kəlama itayət edin. Xəstələrin üzərinə əllərinizi qoyun və onlar şəfa tapacaqlar. Kəlamda yazıldığı kimi. Dindar eynəyinizi çıxardın. Paulun cismindəki tikan xəstəlik deyildi, təqib idi. Əhdədlikdə tikan həmişə təqibə istinad edir. Heç vaxt xəstəlik mənasını vermir. Sadəcə dindarlar belə yozurlar. Timotey xəstə idi, amma əslində xəstə deyildi. Sadəcə içdiyi suyun keyfiyyəti pis idi. İlahiyyəti təcrübənin üzərində qurmayın. İlahiyyətiniz Allahın kəlamı üzərində əsaslansın. Şagirdlər cinləri qova bilmədilər. Buna əsaslanaraq biz ilahiyyət qurmamalıyıq. İsa gəlib onları danladı. Timotey də mükəmməl deyildi. Təcrübənin üzərində ilahiyyəti əsaslandırmamalıyıq. Allahın kəlamına əsaslanmalıyıq. Allahın kəlamı çox aydın deyir. İsa bizim günahlarımıza görə öldü, xəstəliklərimizə görə öldü. İsa bizə xəstələrə şəfa verməyə tapşırdı. Sizin imanınız varsa, xəstənin imana ehtiyacı yoxdur. Şəfa almaq üçün adamlar bağışlamamalıdır. Şəfa almaq üçün heç nə eləmək lazım deyil. Çünki İsa qiyməti ödədi. Xəstə adam İsa'nın yanına gələndə İsa həmişə ona şəfa verirdi. Xəstələr soruşurdular,
Bizə şəfa verə bilərsənmi? İsa deyirdi ki, iman eləyən üçün qeyri-mümkün bir şey yoxdur. Kəlam çox aydın yazır. Get və şəfa ver. Mən xəstə üçün cəsarətlə dua eləyə bilərəm və gözləyərəm ki, o şəfa alsın. Çünki bilirəm ki, bu Allahın iradəsidir. Bəlkə də birinci, ikinci duadan sonra şəfa almadılar. Amma duanı davam eləsəm, onlar şəfa alacaqlar. Bu Allahın sözüdür. Təslim olmasaq qələbəni görəcəyik. Bu dərsi sizin üçün dua ilə bitirmək istəyirəm. Ola bilər, sizdə bir xəstəlik var və fikirləşirsiniz ki, Paulun cismindəki tikan kimi bu da sizin tikanınızdır. Fikirləşirsiniz ki, Allah sizə şəfa vermək istəmir. Bəlkə fikirləşirsiniz ki, bu nəsildə olan lənətdir. Bəlkə fikirləşirsiniz ki, kiminləsə barışmalısınız. Bunların hamısı yalandır. Allahın kəlamına baxın. Mattanın müjdəsini oxuyun. Görün isə necə şəfa verirdi və şagirdlərinə nəyə tapşırırdı. İndi siz xəstə dinləyicilərə mən dua eləyirəm. Haranız ağrıysa, oraya əlinizi qoyun. Xərsəngdir, xəstəlikdir, ağrıdır. Bir neçə yer ağrıyırsa, el əlinizi sinənizə qoyun. Mən də sizin üçün dua eləyirəm. Ay Allah, öz qüdrətinlə gəl. İndi şəfa ver. Ay Allah, şəfaya görə sənə minnətdaram. Bu videoya baxan hər bir xəstə şəfa alsın. Çünki İsa bizim xəstəliyimizə görə öldü. Sən öldün ki, biz sağlam olaq. Sənin yaralarında biz şəfa tapmışıq. Bu şəfaya görə indi sənə minnətdaram. Şəfanı qəbul eləyin, İsa'nın adı ilə. Xərsəng, ağrı, İsa'nın adı ilə indi çıxıb geçsin. Allergiya, çiyində ağrı, onurğa sütununda ağrı, başda ağrı, sümüklər öz yerinə qayıtsın. Sinirlər sağalsın, bədən sağlam olsun. Əmr edirəm İsa'nın adı ilə. Ay Allah, şəfana görə minnətdaram. Qorxu ruhuna qadağan eləyirəm. Depressiya ruhuna qadağan eləyirəm. İsa'nın adı ilə bu bədəni tərk elə. Tam şəfa gəlsin. Amin. Xeyir dua ilə qalın. Növbəti dərsdə görüşənədək suallarınızı yazın. Dərslərdə onları cavablandıracağım. Xeyir dua ilə qalın.